Bugün işləyəcəyimiz mövzu ikinci başlığın birinci alt başlığıdır. Design and Implement a Data Model. Biz bu alt başlığa aid 3 dənə suala baxacağıq. Suallarımız buradadır. Və 1 ilə ikinci suallar bu şəkillə əlaqədardır. Gəlin baxaq. Birinci sualda nə deyir? Deyir bu model, bu şema hansı növ şemadır? Yəni şema növünü istəyir. Bizim 3 növ şemamız var. Flat, star və snowflake. Flat nədir? Ona baxaq. Flat elə bir şemadır ki, orada, yəni modeldə yalnız bir dənə table var və bütün məlumatlar da bir table'ın içində olur. Bu olur flat. Star nədir? Star isə bir faktdan və bir neçə bir və ya daha çox dimension ibarət olur. Yəni bütün o dimensionlar hamısı faktla bağlanır. Faktla əlaqədə olur. Bu olur star. Star adı da ulduza bənzədiyinə görə verilib. Snowflake isə həmin o dimension table-a digər bir dimension table bağlanırsa, bu avtomatik olur Snowflake. Bunu da adı kart dənəciyinə oxşadığına görə Snowflake deyiblər. Gəlin indi sualımıza baxaq. Sualda görürük ki, bizim 4 dənə dimension table-ımız var və dimension table-ların hamısı fact table-ına qoşulub. Və görürük ki, dimension table-lar arasında da əlaqə yoxdur. Yəni bir-birlərinin arasında əlaqə yoxdur. Əlaqə olmadığına görə bu avtomatik bir cavabımız bizim star olur. Əgər bunlar arasında bir əlaqə olsaydı, cavabımız olacaqdı Snowflake. İkinci suala baxaq. İkinci sualda deyir ki, product və sales table arasında hansı növ koordinatı var? Gəlib baxsam şəklimə. Burada product cədvəlinə koordinatına baxsam, görürəm ki, sales'a baxsam, product tərəf one tərəfdir, koordinat sales tərəfdə main'dir. Yəni one to many əlaqəsi var. Cavabımız one to many olacaq. Üçüncü sual. Üçüncü sualda 2 dənə table'ımız var və bunlar arasındakı əlaqəni soruşur. Customer table'ı bizdə dimension table'dır. Transaction table isə bizdə fact table'dır. Və bunlar arasında əlaqəni soruşur. Gəlin baxaq. Bir nüansı nəzərə almalıyıq ki, fact tərəf həmişə main olur. Birincidə nə deyir? One to many from transaction customer. Burada deyir ki, transaction tərəf one-dır, customer tərəf main-dir. Yəni, bizim fact table'ımız one-dur. Bu cavabımız yanlışdır. Şimdi cavab nə deyir? One to one olur. Əslində bu səhvdir. Səbəb nədir? Çünki bizim şema star şemasıdır. Burada cavabımız nə olur? One to many from customer to transaction. Yəni, dimension tərəf one olur, transaction tərəf many olur. Mən videoda görüşənədir.